Başladı. Yaxşı. Deməli, bugünkü dərsimiz çevrə və dairədir. Çevrə nəyə deyilir? Keçən dərslərimizdə biz bunu demişdik, yəni əvvəlki illərdə. Çevrə, kim deyə bilər? Çevrə nəyə deyilir? Bir nöqtədən bərabər məsafədə yerləşən delin. Çevrə deyilir. Söhbət yığışdırın. Çevrə deyilir. Bir nöqtədən eyni məsafədə, burada da yazılıb. Eyni bir müstəqilin verilmiş nöqtəsindən bərabər məsafədə. Həmin nöqtə uşaqlar çevrənin mərkəzidir. Yəni bu mərkəzdən söhbət gedir. Baxın, bundan bərabər məsafədə, yəni bu nöqtələrdirlər. Bilmirəm oradan mən düz çəkə bilirəm ya yox. Bu formada, yəni qayda bunu bildirir. Deyir ki, bax bu hansı ki bu nöqtədən bərabər məsafədə yerləşən nöqtələrdən ibarət olan figura nə deyilir Hüseyin? Çevrə deyilir. Bax, gəlin bunları birləşdirək. Bunlar nə qədər yaxın olsa artıq bu bir xətt əmələ gətirəcək də, aydındır. Bu nöqtə çevrənin nəyi adlanır? Mərkəzi adlanır. Çevrənin, biraz əyri oldu. Bir dəqiqə. Mən yan görürəm deyə. Niyə belə çirkin oldu ki bu? Aha. Deməli, bu nöqtə çevrənin mərkəzidir. Çevrədə var kəsən, toxunan, radius, diametr və s. Yəni çoxdur. Gəlin bir-bir başlayaq. Ən sadə radiusdan başlayaq. Radius nəyə deyilir Məhəmməd? Radius Orta nöqtə. Orta nöqtə tərəfə çəkilir. Orta nöqtə deyil axı, mərkəzdən. Mərkəzdən qarşı nöqtə, nöqtəyə çəkilir. Nöqtələrə qədər olan məsafələrin hər biri nədir? Sonsuz sayda radius var. Bəli, sonsuz sayda radius olacaqdır. Baxın, sanki pizzanı dilimləyirikdə, yəni mərkəzdən belə çəkdikcə bu çəkilmiş xəttlərin hər biri nədir uşaqlar? Radiusdur. Deməli, 2 radius 1 diametr verir. Bəli, indi yazacağıq. Deməli, çevrənin radiusu, çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləşdirən düz xətt parçasına deyilir. Yaxşı, bəs diametr nədir? Diametr çevrənin mərkəzindən onun, baxın, iki nöqtəsini artıq birləşdirən bir düz xətt parçasıdır. Yəni, buradan bura artıq bizim diametrimizdir. Fikir versəniz, baxın, buradan bura da radiusdur, buradan bura da radiusdur. Belə çıxır ki, diametr 2 dənə radiusdan ibarətdir. Yəni, radius verəndə diametri tapmaq üçün 2-yə vur. Diametr verilibsə, radiusu tapmaq üçün 2-yə böl. Yəni, həmin diametri. El bərabərdir, D böl 2. Yaxşı, uşaqlar. Bu radius, bu diametr. Biri də var vətər. Bəs vətər nədir? Bunun üstündə göstərəcəm. Bəli, mərkəzdən keçməyən hər hansı iki nöqtəni birləşdirəm. Baxın, bu artıq olur nə? Vətər. Həmin düz xətt parçası olur vətər. Kim mənə deyər, ən böyük vətər hansıdır? Diametr. Niyə Məhəmməd? Çünki diametrdə iki dənə nöqtəni birləşdirir. Ona görə onun özü də bir vətərdir. Deməli, ən böyük vətərimiz nədir? Diametrdir. Bunu unutmayın, məsələnin içində işlənə bilər. Yaxşı, bəs kəsən nədir uşaqlar? Burada kitabda verilibdir. Baxın, səhifə 112-də bu mən dediklərim əslində hər biri var. Şəkillərlə də qəşəng göstərilib. Həmin hissədən oxuyarsınız. Bunu belə formada verilir ki, düz xətlə çevrənin qarşılıqlı vəziyyəti. Elə mən də elə deyəcəm. Qulaq asın. Düz xət, yəni çevrənin müəyyən hissələrdən kəsə bilər. Üzərindən kəsər, daxilindən kəsər, toxunar və s. Baxın. Çevrədir, bu mərkəzi olsun. Hər hansı bir xət gəlir onun. Neynədir bunu? Kəsdi, keçdi. Deməli, çevrə ilə iki ortaq nöqtəsi olan xət onun nəyidir? Kəsənidir. Görürsünüz, həmin iki ortaq xət hansı var? Nöqtə hansı vardır? Bunlar budur, düzdür uşaqlar? Toxunan. Toxunan nədir? Toxunan? Bir nöqtə. Bəli, artıq bir nöqtə. Bir dənə ortaq nöqtəsi olur. Baxın. Ağzımda deyirəm, toxunur da, yəni kəsməsin, toxunsun. Baxın, bir dənə ortaq nöqtələri olur. Çevrə ilə həmin toxunan. Bir də var uşaqlar, çevrələrin özlərinin qarşılıqlı vəziyyətləri, yəni çevrələrin özləri də müəyyən vəziyyətdə ola bilirlər. Gəlin onu da göstərək, nədir? Çevrələr ola bilər ki, uşaqlar, iki dənə çevrədən söhbət gedir. İki dənə çevrə ola bilər ki, xaricdən neynəməz? Toxunmaz. Sadəcə iki dənə, elə bir iki dənə şardır da.
bir-birinə toxunmayan 2 dənə şar. Biri də var, şarları bitişdirirsən, bir-birinə toxunan 2 dənə şar. Çəkək. Bunun mərkəzi, bir dənə də balaca çəkirəm, məsələn. Yadınıza gəlir traktor məsələsi həll eləmişdik. Yadınıza gəlir traktor məsələsi həll etmişdik sınaqda. 24. Orada yadınıza gəlir o həll. Bax gedin o məsələni, o sınağı açın. Mən onu səhv eləmirəmsə YouTube-a yükləmişdim onun izahını. Bəli. E-mailini soruşacağam gələndərsə onu, o məsələni. Həllini sizdən. Bax deməli nəyi dedim? Kosinuslar teoreminin düsturunu, bir dənə düsturdur. Bir də o traktor məsələsini soruşacağam. Diqqətli olun. Deməli iki çevrə xaricdən toxunmaya bilər, xaricdən toxuna bilər və nə edə bilərlər? Kəsişə bilərlər. Aydındır? Baxın, kəsişə bilər. Uşaqlar, bu hal üçün fikir verin. Bu bunun radiusu, bu da bunun radiusu. Çevrələrin mərkəzləri arasındakı məsafə. O diametr sayılır. Məsələn, bir A ilə işarə edirəm. Bəli, böyük yer plus kiçik yerlə. Bunu burada kitab bu səhifəsində deyil. Baxın, harasındadır. Veriblərmi onu? Verməyiblər kitabda onu. Hə, veriblər burada uşaqlar. Baxın, səhifə 121-i hal-hazırda deyirəm. İndi o bir düsturları sıra ilə deyəcək hər birini. Səhifə 121-ə baxın. Orada verilib 121. 121 yox, 123. Çevrələr arasında qarşılıqlı münasibətlər. Görürsünüz orada. Bax, bir, çevrələr kəsişmir. Bu, xaricdən kəsişmir. Biri də var ki, daxildən kəsişmir. Baxın. Bu, bunun daxilində iyiləşir, amma kəsişmirlər. Baxın, görürsünüz, ayrıdır. Düzə mən düşür orada videoda. Lövhə yaxşı düşürmü? Aha. Biri də var uşaqlar, daxildən kəsişir. Mən biraz əyri ola bilsin çəkirəm, amma siz yəni düz görün də, yenə də. Yaxşı, bu nə edir? Daxildən toxunur, kəsişir də deyə bilərik, toxunur da deyə bilərik, bəli. Bunlar kəsişir, burada dedik. Bir də var uşaqlar, konsentrik çevrələr. Konsentrik çevrələr, bəli, 6-cı sinifdə demişdik. Konsentrik çevrələrə biz həyatda nəyi deyə bilərik? Gözümüzü deyə bilərik. Gözümüzü işıqda baxsanız, orada gözünüzün kənarı var, içərisi var, bəbəyi var. Neçə dənə adda mən ona dəqiq adlarını bilmirəm. Yəni konkret işıqda baxsanız tam yumrudur da, yəni çevrədir. Mərkəzi də göz bəbəyidir. Yəni uşaqlar, konsentrik çevrə bu deməkdir ki, hamısının mərkəzi bir nöqtədir. Sanki, baxın, bir nöqtənin üzərində çevrələr, baxın, bunun da mərkəzi budur. Bəli, iç-içə, ay sağ ol. Bunun da mərkəzi budur. Bunun da mərkəzi budur. Görürsünüz? Göz muncuğu. Göz muncuqlara. Görürsünüz, yumrular belə çəkəndə 3 dənə radiusu olur elə. Bəli, bu böyüyün radiusu olur. İndi 2 dənə çevrə, konsentrik çevrə. Mən konsentrik deyəndə nə olacaq? Mərkəzləri üst-üstə düşən çevrələr konsentrik çevrələr adlanır. Konsentrik çevrələr çəkib, bax, bunu da göstərim, məsələn. Uşaqlar, bu olur, görürsünüz, bu böyüyün radiusudur. Bunu görürsünüz, buradan bura, böyük yer. Bəs bu nədir? Kiçik yer. Çöldəkdə kiçik yer olur. Bəli. Yox, çöldəkdə kiçik yer olmur ki, qızım. Buradan bura kiçik yer olur, bax. Buradan bura kiçik yerdir, buradan bura böyük yerdir. Deyəndə ki, bu iki çevrə arasındakı məsafə. Uşaqlar, bu xəttdir də bu, düzdür? X-dən ifadə etsəm. Bu X nəyə bərabər olar? Gecə nəyə bərabər olar? Ay, sor, yazaq. X bərabər. Yəni, bu məsafə, bu uzun məsafədən bu məsafəni çıxsaq, yerdə bu balaca qalacaq da. Aydındır. Düşür özdə belə məsələlər, yəni. Bilin bunu da. Bu da konsentrik çevrələrdir. O otokan sıraqlarını işləyə bilərik də. Otokan sıraqlarını. 3 dənə düşmüş deyibsə. Hə, əlbəttə, bəli. İndi o düsturlarını da deyim, digər vətərlər, toxunan, onlar arasındakı bucaq, o düsturların da hamısına toxunaq. Ondan sonra bəli, inşallah. İndi qulaq asın, çevrənin uzunluğu, düsturu, çevrənin uzunluğu nədir? Çevrənin uzunluğu bəzən L, bəzən S hərfi ilə işarə olunur, fərqi yoxdur. S bərabərdir 2 pi r və yaxud da pi d. Mən həmişə uşaqlara deyim, pi d yerini siz seç. Pi d. Belə yadınızda saxlaya bilərsiniz. S bərabər 2 pi və yaxud da pi d. Bəs Hüseyin, niyə pi d olur? Bu pi d hardan çıxır? D 2 ara bərabərdir. Bəli. Buradakı d əslində 2 r yerinə mən bayaq dedim axı d 2 r-dir. Bunu elə bir 2 r-in yerinə bir dənə d qoysan, pi d öz yerində idi də. Olur. Pi d. Bu da çevrənin uzunluq düsturudur.
Pi də bilirsiniz də, pi bəzən pi kimi qalır, bəzən də pini 3,100-də, yəni yuvarlaqlaşdırıb 3,14 qəbul yəni etmişdə edilibdir riyaziyyatda. İndi çevrənin arxaya çevirəcək həmin hissələri dedim. Deməli bunlar səhifə neçə idi? 120. Səhifə 122, 123-də idi bu dediklərimiz. Qeyd edin ki, evdə video baxa-baxa kitabdan da izləyə bilərsiniz. İndi uşaqlar qulaq asın. Qulaq asın. İndi keçək artıq düsturlara. Bir-bir qeyd edirsiniz. Bax bunların hamısını bir-bir neçə dənədirsə soruşacağam. Getdik 1. Çevrə özü 3. Sen ki advans qeyd. Bax 1. Diqqət. 1. Biri var uşaqlar daxili bucaq. Biri də var ki, daxilə çəkilmiş bucaq var, mərkəzi bucaq var. Gəlin bunları göstərək. Baxın uşaqlar. Deməli, baxın bu alfa, görürsünüz, iki radiusun arasında qalıbdır. Alfa mərkəzi. Həddim çox gözəldir bu arada. Mərkəzi bucaqdır. Nədir? Mərkəzi bucaq. Biri də var uşaqlar. Mən indi burada çəkirəm. Belə də çəkə bilərəm. Yaxşı da 2 olsun. Baxın. Artıq bunu beta ilə işarə edirəm. Bu beta. Bəli. Beta nədir? Daxilə çəkilmiş bucaq. Daxili bucaq da deyirlər. Daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş bucaq. Yaxşımı? İndi bunların özləri nəyə bərabərdir? 2 qolundan çəkim. 3. Uşaqlar, deməli bu daxili çəkilmiş bucaqla mərkəzi bucağı bəzən bir yerdə belə verirlər şəkil olaraq. Alfa belə çəkilir, bilmirəm. Biraz əyri ola bilər. Mən əyri görürəm. Bu da beta. Deməli uşaqlar, bu mərkəzi bucaq böyük olur. Burada qeyd ediblərmi? Baxın. Hə, qeyd ediblər uşaqlar. Burada göy hissədə, səhifə 113-də sağ hissədə burada göy. Ortada nümunə 3 veriblər. Bucaq deyir ABC-ni tapın. Mən görmürəm oranı. Bax yazıblar alfa. Yuxarında yazıblar ki, alfa bölü 2. Yəni uşaqlar, daxilə çəkilmiş bucaq mərkəzi bucağın yarısına bərabərdir. Yəni beta bərabərdir. Alfa bölü 2 və yaxud alfa bərabərdir 2 beta. Yəni bura əgər 30 dərəcə olarsa, bura abratlı neçə dərəcə olacaqdır? Neçə olacaq? 15. Bu balacadır. Uşaqlar, bax bu böyükdür. 15. Bəli, bura olacaq 15 dərəcə. Yaxşı, buranı versə 40 dərəcə. Bura neçə dərəcə? Bura 80 dərəcə olacaq. Aydındır. Yəni bunu yadınızda saxlayın. Belə 3, 4. 4-də nə deyək? Bunu uşaqlar bu formada da çəkə bilərlər. Fikir verin. Bax, mərkəzi bucağı bax burada veribdir 3-cü hissədə. Bax, belə bu formada çəkib, görürsünüz, belə çəkiblər və belə çəkilibdir. Görürsünüz, yəni fərqli, bu nədir? Mərkəzi bucaqdır. Uşaqlar, bir dənə fikir verin, sizə nə izah edəcəm. Qövs çevrənin üzərində olan iki nöqtə arasında qalan hissədir. Aydındır. Baxın, bu məsələn AB ilə işarə etsəm, bu AB qövsüdür. Nədir? Qövs. Qövs nədir? İki nöqtə arasında qalan hissə. Çevrənin həmin hissəsi. AB qövsünü belə də işarə edə bilərsiniz. Orada qeyd ediblər. Ən gözəli budur. Bu formada kitabda görəcəksiniz. Bax belə. Demişdik əvvəl, major, minor qövsü var. Əslində bu AB 2 dənə qövs əmələ gətirir. Biri major, biri minor. Biri var M, arxanı işarə edirəm M. Baxın uşaqlar, bu çevrə deyil biri. Buradan A'dan B'yə qədər bunun M hissəsidir. Mini, minor. Yəni balaca hissəsi. AB, axı burası da var bunun, arxa tərəfi də var da. Bu da çevrə hissəsi. Atmayacaq ki oyana. Bu da bunun major hissəsidir. Major. Aydındır, yəni böyük qövsdür. AB qövsü, yəni əslində 2 hissədən ibarətdir. Deməli, fikir verin bir dənə bura. Uşaqlar, bu mərkəzi bucaq var, abidə bu. Bu gəlib hara söykənib? AB qövsünə söykənibmi? İndi bura fikir verin. Bu mərkəzə çəkilmiş, bu daxilə çəkilmiş bucaq daha doğrusu. Bax, bu da gəlib eyni bu qövsə söykənibmi? Söykənib. Deməli, bu da alfa olsun, da bu da alfa bölü 2 olacaq. Eyni şey olacaq. Niyə?
Ona görə Eyni ki, göz sökən. bəli, hər ikisi eyni göz. İstəyir bayaqki kimi belə çəkərəm. İstəyirəm, baxın uşaqlar, sizə nə çəkəcəm, baxın. Bu da alfanın yarısıdır. Bu da alfanın yarısıdır. Üzü hamısı da bir-birinə bərabər. Abay da. Görürsüz? Hamısı bir-birinə. Buradan başlayıram, burada da bitirirəm. Bax, birində bura çəkdim, qaldırdım. Gətirirəm düz sara, bir də bura. Eyni yerdən başlayıram, eyni yerdə gedirəm. Eyni gözə sökəmsə, bax bunların hamısı bir-birinə bərabərdir. Aydındır? Və mərkəzi bucağın da yarısına bərabərdirlər. İndi bir də uşaqlar, gövsə yox, bəzən elə bucaqlar var ki, gəlir, diametrə sökənir. Onu da neçənci olur? 4 mü? 5. Biri də var uşaqlar. Diametri çəkirəm. Baxın. Bu mərkəz, diametr. Elə göğs var ki, uşaqlar, elə belə bucaq var ki, bu gəlir diametrə sökənir. Diametrə sökənir. Fikir verin. Diametrə sökənir. Əslində bunu əzbər də deyə bilərsiniz, amma sübutunu da verə bilərik. Uşaqlar, yarım dairə. Ümumi tam neçə dərəcədir? 360. Bəs yarım dərəcə nə? 180. Yarı dairə neçə dərəcə olacaq? Əlbəttə 180. Bu demədik ki, sökəndiyi gövsün yarısına bərabərdir. Bu nəyə sökənir ki? Bunun yarısına sökənməyib. Bura 180 dərəcədir. Axı yarıda diametrlə bölünür də, bu diametrdir. 180 yarısı 90 eləmir? Onda bu 90 dərəcə olur. Bildiniz də niyə? Bayaqçı qaydaya əsasən. Və ya bunu əzbərinizdə saxlayırsınız. Diametrə sökənən bucaq 90 dərəcədir. Bax, bunu belə də görərsiniz. Bu da 90-dır. Belə də görərsiniz. 90-dır. Belə də görərsiniz. Fərqi yoxdur, aşağıdan da sökənə bilər. Belə də sökənə bilər. Aydındır. Deməli, Elcan, nə oldu qayda? Hə, deməli, diametrə söykənən Bucaq 90 dərəcədir. 90 dərəcə olur. Bunu unutmayın, sizlərdə də çox istifadə olunur o düz bucaqlı bucaq söhbətlərinə görə. Bucaqla əlaqəli biz bir də ki, burada buna da toxunublar. Deyir, çevrənin daxilinə və xaricinə dörd bucaqlı söhbəti, çəkmək söhbəti. Biz dörd bucaqlı dərsimizdə də dedik, Məhəmməd, hansı fiqurun daxilinə çevrə çəkmək olur? Hansı fiqurun daxilinə çevrə çəkmək olur? Şey olur, qarşı tərəflər cəmi bərabər olur. Ay sağ ol. Hansı fiqurun xaricinə? Cəmi hissəsi olur. Hansıların? Qarşı nələrin? Bucaqlar. Qarşı bucaqların cəmi 180 dərəcə olan fiqurun dörd bucaqlının xaricinə çevrə çəkmək olur. Yaxşı. İndi vətər çəkirik uşaqlar. Neçənci olur? 6. Qulaq asın. Deməli. Məsələn, bax bu göz deyəndə, yəni bu hissədə, bu vətərin bu çevrədən ayırdığı hissə. Bu buna paraleldirsə uşaqlar və bərabərdirsə, yadınızda saxlayın. Onların çevrədən ayırdığı göğslər də bir-birinə bərabər olmuş olur. Unutmayın. Burada şəkillə də budur. Mən bayaq çəkdiklərimi əslində burada da göstəriblərmiş. Ehtiyac yoxdur onlar demək. Artıq keçək toxunan və vətərli düsturlarımıza. 7. Demək, çəkirik belə bir çevrə. 2 dənə vətər çəkirəm. Şahsılar bərabər. Vətər. Bunu salmışlar o tekada. Şey səhv yazmış. Şöyle səhv yazmış. Bunu səhv yazmışdın. Ümumi soruşurdan Tövü götürməmişdi. A, bu bir hissəm B, bunu C, bunu da D ilə işarə edirəm. Uşaqlar, 2 vətər kəsişdikdə onların ayırdığı hissələrin hasilləri bir-birinə bərabərdir. Yəni A-nın B-yə hasili bərabərdir C-nin D-yə hasili. Özününkü. Yaxşımı? Özünü izləyir. Özünü izləyir də belə. A-nın B-yə. C-nin D hasili bir-birinə nədir uşaqlar? Bərabərdir. Bu da belə. Ondan sonra biz burada silirəm. Səkkiz. Çevrə çəkirik. 2 dənə kəsən çəkirik. Bu M, bu balaca, bu da M. Bu da böyük göz. Görürsünüz? Bunu da alfa ilə işarə edirəm. Alfa bərabərdir. Əslində mən burada ipucular sizə vermişdim. Yadınızdan yəqin çıxıb. Alfa bərabərdir. Böyükdən kiçik çıx böl 2-yə. Məsələn, buranı verəcək, nə bilim, 80 dərəcə.
Buranı verəcəkdir 40 dərəcə. Siz tapmaq üçün buradakı alfanı 80 dərəcədən 40 dərəcəni çıxıb böləcəksiniz 2-yə, 42, 20 dərəcə. Yəni bura 20 dərəcə olmuş olacaq. Bu nədir? İki kəsən, görürsünüz, kəsir. Arasında qalan bucaq. İki kəsən arasında qalan bucaq ayrılan böyük göğsdən kiçik göğsü çıxıb 2-yə bölünmüşünə bərabərdir. Silək. 2 toxunan var, 5 kəsən. Bəli. 2, 8, 9. Yenə çevrə çəkirik. Mərkəzini qeyd edirik. Bu dəfə ikisini toxunan çəkirəm. Yox, bayaq ikisi də kəsən idi. Bəli. Hə? Niyə? Düz çək də mən. Mən belə çəkdim. Uşaqlar, bu da elə eynən Bu da toplayıb. kəsənlə, hə? Yox, burada da çıxıb bölürdük ikiyə. Vətər olanda, indi birazdan görəcəksiniz harda toplayırdıq, diqqətli olun. Burada da, yəni bu alfanı tapmaq üçün yenə M-dən eyni çıxıb bölürük. Uşaqlar, yəni gördünüz də kəsəndə də eyni düsturdur. Nədir bu? Toxunanda da eyni düsturdur. Bir də var uşaqlar, bu şəkil belə olmur. Ortadan keçir, mərkəzdən. Yox, hələ onu demirəm, gözlə. Bir də var. Bax, toxunan, kəsən, toxunan. Elə bir 3 cür də. Uşaqlar, burada da eyni qaydadır. Yəni alfanı tapmaq üçün M-dən eyni çıxıb böləcəksiniz 2. Görürsüz? Üçünə də bəli eyni olur. İndi biri də var ki, Mərkəzdən keçən var idi. gözlə oraya gəlir. Qoy bir dənə vətərlər də deyək. Bu neçə oldu? 10 oldu da, hə? 10. İndi 11-i deyirəm. Birinci dediğiniz ansıydı. Adı neydi? O kəsənlə iki kəsən arasında qalan bucağı idi. O 11-i yazıram da. 11. Hə, bir də var uşaqlar. Çevrənin mərkəzi. Baxın, indi mən nə çəkdim? Baxın, bunlar nədirlər? Vətərlər. Baxın, toxunan, kəsən, toxunan, kəsən, toxunan. Hamısında çıxdım, böldüm 2-yə. Amma vətərlər arasında qalan deyəndə M. Burada alfanı tapmaq üçün M-dən N-i toplayıb 2-yə bölürsən. Görürsünüz? O birlərdə çıxdıq, böldük 2-yə. Burada tapanda toplayıb bölürük 2-yə. Onlar, bəzən uşaqlar, görəsiniz, kitabda var. Deyir ki, vətərlər arasında qalan çor bucağı deyir, tapın. Və yaxud da böyük bucağı deyir, tapın. Bəli. Bax, artıq çoru deyəndə sən bunun qonşusunu tapmalısan. Yəni, baxın, bu beytdan deyir. İki vətər arasında qalan qonşu, yəni itin qonşusu çorda, bu birisi hissəni istəyəcək. Artıq sən aldığın cavab, məsələn, tam 40 dərəcə almışsansa, bunları toplayıb 2-yə böləndə, sən 180-dan da 140 çıxmalısan ki, bunu da tapasan. Aydındır? Yəni, qonşusun, yəni, çor bucaq da deyə bilər. Onu nəzərə alın. Yaxşı. Burada başqa nəyə baxaq? Aha. 12, bəli, yazın. Deməli, çevrə çəkirik, toxunan çəkirik və kəsən çəkirik. Baxın, bu alfadır. Bu da bir en göğsüdür. Fikir verin. Mən əslində bunu heç sevmirəm. Həmişə uşaqlara da deyirəm. Bu düsturu nəsə sevmirəm. Yəni, ürəyimə yatmır buna. Qulaq asın. Deməli, bunun adı nədir? Toxunan ilə vətər arasındakı bucaq. Bu bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Səhifə 117-də verilibdir. Yəni, səhifəni də deyim ki, biləsiniz. Alfa bərabərdir M. Yəni, N qövsü, belə də yazırız. N yazıram. Böl 2 olmuş olur. Unutmayın. Bəzən qövsü verir, bu bucağı soruşur. Artıq sən bilməlisən ki, qövs bunun 2 qatıdır. Yəni, məsələn, bura 40-dırsa, bura 20-dir. Bununla da bu qonşudur mu uşaqlar? Burada məsələn, betləşiriz. Artıq bura 160 olacaqdır. Yəni, qövsü verib bu bucağı soruşanda da bilin ki, bunu tapıb sonra bura gedəcəksən. Aydındır. Bu da belə. Ondan sonra nəyi deyəcəyik burada? Silirəm. Deməli, burada bax, yenə birində çəkim. Neçənci sözünüz görürsünüz, uşaqlar, mən itirdim.
Bu n, bu m-dirsə kim mənə deyər? N-lə m-in cəmini istərəcədir. Gözünün qabağından 180. Hər 360. 180 deyən oldu. Tərbiyəsiz. Ora qədər. Yaxşı. Mən də bilməyiz. Aydındır uşaqlar, qeyd elədiniz. Bəli. Yaxşı uşaqlar. Bir də mən sizə bunu da göstərim. Hadi kanka, çevir qalmışsın. Biraz çevrədə bəli, Vaxtda burada çoxdur. keçməmişdim. Biraz çoxdur bunlar. Çevrənin yəni düsturlar çox. Hələ mən hamısını heç demirəm. Təsəvvür edin. Yenə iki Mərkəzdən dənə. keçən yazma ama. Hə? Mərkəzdən keçən. Deymişdik, hə. Mərkəzdən keçən də deyəcəm. Yaxşısan ta özü öldürdüm mən. Qəşəng saçında dirəş bir tərəfə baxır. Aha. Bu Baxın qaydan uşaqlar, birini bunu eləmir. çəkirik, qulaq asın. Bilmirəm ama. Aha, fikir verin. Uşaqlar, bu burada həmişə yadda saxlayın, tənbölən rol oynayır. Alfa, alfa və buradan Hüdür səhir. bu toxunana qədər olan məsafə bu burada düz bucağa əmələ gətirir. Bunu da yendirsən, bu da düz bucağa əmələ gətirir. Çox gözəl qaydadır. Düz bucaq əmələ gətirir. Aydındır. Bunu da unutmayın. Qaydan. Bu qaydanın adı yəni Yəni vətən 157 sağ üstə. toxunanlardır. Çevrənin mərkəzi olan bu tənbölən olsa, yəni belə bir proses baş verir. Aydındır. Sadəcə tənbələn, yəni sadəcə heyvan. Tənbölən olanda bu əlbəttə ki, bu da tənbölünür də. Yəni belə deyim də zaten burada düz bucaqlı üç bucaq bu onsuz da düz bucaqdır. Alfadsa, eyni bucaqlarsa bu da məcburdur da betdə olmağa. Üç bucağın iki bucağının bərabərliyindən alınır. Hələ ki bu qədər uşaqlar demək istədiyim, sizin bilməli olduğunuz məqamlar təqribən bu qədərdir. Biri də var, qoy onu da yazın. Ondan sonra da yekunlaşdıraq. Seçin. Bura alfa şəkildəndir. Məhəmməd, sən get götürürsən. Yox. Niyə ki? Keçən güvəndə hamısı var. Hamısı işarət Yaxşı. Yazın alfa plus n bərabərdir 180 dərəcə. Mən dəftərimdə var əslində. Bəli, dəftərinizdə var da şəkil sən demişdin. Ama qayda var. Yazdınız. Betdən niyə verəcəm orada? Betdə nə işə yarayır orada? Olsun da, yox da, niyə Çox ciddi bir işləmir? sual idi. Yazdınız hə. Həyatımda nə böyük dəyişiklik. Qeyd elədiniz. Həbsi yox çıxıb gedir. Evə tapşırıb gedir. Bəs kim mənə deyər? Alfa ilə betdən cəmi, yaxşı deyimsiz deyin görüm hələ. Alfa ilə betdən cəmi nə verir? 360 dərəcə verəcək. Ay, 180 verməlidir. Çünki bu 90, bu 4 bucaqlı da. Bir də yazdı gəl belə məsələ işləmişdik ha. Bəli. Yaxşı kifayətdir. Videonu dayandır. Bu qədər bəsdir.